Təhsil Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunan Elm və Təhsil Obyektivdə foto-video müsabiqəsi keçirilib. Bakı Fotoqrafiya Evində müsabiqə qaliblərinin mükafatlandırılması və müsabiqə müddətində iştirakçıların fotolarından ibarət sərgi keçirilib. Tədbirdə iştirak edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, elm və təhsil sahəsindəki müasir inkişafları və innovativ yanaşmaları daha geniş auditoriyaya çatdırmanın vacibliyini vurğulayıb. Nazir müavinə əlavə edib ki, bu cür vizual materiallar yalnız təhsil müəssisələrində deyil, cəmiyyətin hər bir sahəsində elmi və təhsilin əhəmiyyətini daha çox insana izah etməyə kömək edir. Foto sərginin gələcəkdə inkişaf etdirilməsinə də biz diqqət yetirəcəyik. Yaxşı olar ki, bu bölgələrdə də bu sərgilər nümayiş edilsin, oradakı olan bizim foto sənətkarlarımız da iştirak eləsinlər. Bu fotolarda biz tariximizi əks etdiririk. Ayrı-ayrı dövrlərdə təhsilin inkişaf mərhələlərini, hansı proseslər gedib, keçmişdə, müasir dövrdə, çünki bu gələcək üçün çox önəmlidir. Burada olan süjetləri bir balaca montaj edib, toplayıb, məktəblərdə bunu təbliğ olunsa, yenə də deyirəm, 1-ə 10 qat artacaq bu filmlər və ya fotolar. Bu da bizim, bilirsiniz necədir, gələcəkdə məsələn o fotoya maraq daha da artırılacaq və fotonun yüksək səviyyədə qəbul olunacaq ki, bəs bu tarixi bir andır, bayaq dediyim kimi. Bir dənə onu düyməni basmaqla sən tarixin bir anını qeyd edirsən. Tədbir iştirakçıları həmçinin təhsil sahəsindəki bu cür təşəbbüslərin ölkəmizin elm və təhsil mühitini daha da inkişaf etdirəcəyini deyiblər. Qeyd edək ki, təltif olunanlar arasında Təhsil TV-nin əməkdaşı Çingiz Xankişiyev də yer alıb. Mənimlə bərabər eyni zamanda başqa fotoqrafların da şəkillərini gördüm, müsabiqəyə təqdim olunmuş şəkilləri gördüm. Çox maraqlı şəkillər var idi. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bu müsabiqədə mən də iştirak etdim. Çox gözəl hisslərdir. Həqiqətən gözləmirdim, amma çox maraqlı oldu və burada olmaq mənim üçün çox xoşdur. Hər kəsə uğurlar arzu edirəm. Fərqli bir yanaşmalar oldu və ən gözəli də fotoları izləyərkən yalnız öz fotom üzərindən deyil, digər fotoları izləyərkən fərqli fotoqrafların fərqli yanaşmalarını görəndə insan həqiqətən bu foto sənətinin, foto işinin peşkarlığa doğru yaxşı mənada getməsi bir gözəl bir duyğudur. Fərqli fotolar, fərqli kadrlar, uşaqların sevinci, hər biri sanki gələcəyə bir ümid bəxş edir.